Salam olsun hər kəsə. Salamlayıram hər birinizi. Bu dərsimizdə artıq To-Do app-in ilk kodlarını yazmağa başlayırıq. Mövzunun adından göründüyü kimi UI-ya To-Do əlavə edəcəyik. Yəni burada bu dərsimizdə bundan danışmış olacağıq və təbii ki, layihənin ilk JavaScript tərəfinin ilk kodlarını yazmağa başlayacağıq. Sol tərəfi bağlayaq buradan və FCS-ə keçək. FCS-də hal-hazırda heç bir şey yoxdur. Sıfırdan başlayırıq bunu yazmağa. İndi biz səhifəmizə baxdığımız zaman biz nə etmək istəyirik, ona baxacağıq. Burada da deməli Chrome-u sağ tərəfə gətirdim, Visual Studio Code-u da sol tərəfə gətirdim və burada rahat keçid etmək üçün bunu etdim. Siz də bu formada işləyə bilərsiniz. Deməli, burada bizə nə lazımdır hal-hazırda? Əgər To-Do-nun UI-ya əlavə edilməsindən danışırıqsa, biz deməli nə etməliyik? Burada bizim bir inputumuz var, elə deyil. Bura məsələn hər hansı bir To-Do 1 yazacağıq. Məsələn, hər hansı bir şey, kitab oxumaq, futbol oynamaq, nəsə yazacağıq da bura To-Do olaraq, elə deyil. Biz bunu enter vurduğumuz zaman və yaxud da ki, əlavə etdiyimiz zaman əlavə edəcəyik hara? Burada UL ki var. İndi içərisindəki liləri mən təmizləmişəm. Baxın, gəlin buradan baxaq hətta. UL içərisində bu formada li var. Bunu açsaq əgər, Ctrl-K UL eləyib açıram, Ctrl-S eləyirəm. Baxın, bu formada bir li əlavə olunacaq bura, UL-in içərisinə. Yəni, proses nə olacaq? Bura bir şey yazacağıq. Əlavə etə vurduğumuz zaman, yəni form submit olunduğu zaman, niyə görə burada enter-də nəzərdə tuturam mən? Baxın, bu form üzərində işləyəcəyik də, biz elə deyil. Bu formun submit olması həm də baxın bu butonun type-ına fikir verin, bu da submitdir. Yəni bu formun submit olması və ya bu butona klik olunması demək olar ki, eyni şeydir burada, eyni prosesdir. Aydındır? Formun submit olması deyəndə həm də burada enter-də nəzərə alacaq özü avtomatik. Amma biz butona klik yazsaq orada artıq nəzərə alınmayacaq. Gərək biz təzədən enter-də daxil eləyirik. Aydındır? Zaten yəni buna klik də yazmaq olar, amma ən yaxşı versiyası forma birbaşa submit yazmaqdır. Aydındır? Yəni bu formu seçəcəyik, buna submit yazacağıq. Həm bu əlavəyə klik olunduğu zaman işləyəcək, submit eləyəcək formu, həm də enter vurulduğu zaman form submit olunacaq. Aydındır? Belə. İndi bu form submit olunduğu zaman buradakı nə yazmışıqsa bura, məsələn to-do 1 yazmışıq bura, elə deyil. Enter-i vurduq, əlavə eti vurduq. Bu gəlib burada yerləşməlidir. Baxın, bu formada bir li yaranmalıdır və ekranda görünməlidir. Elə deyil. İstəyir gəlin buradan sağ tərəfi də açaq. Konsol hissəsini açaq. Application hələ ki bizə lazım deyil. Çünki local storage-ə hal-hazırda əlavə etməyəcəyik. Bir növbəti dərsdə əlavə edəcəyik. Və hal-hazırda da heç bir şey yoxdur burada. Ona görə də konsolu açıram mən burada. İndi gəlin bunu başlayaq kodlamağa. Refresh edirəm, bu getsin. Gəlirəm buradan UL içərisindəki bu lini də Ctrl-KC eləyirəm. Bağlı qalsın burada, elə deyil. Baxın, bizə lazım olacaq elementlər nələrdir? Buradan nələri tutmalıyıq biz? Formu tutmalıyıq, elə deyil. Daha sonra bu inputu tutmalıyıq. Və buradakı UL-i tutsaq hələ ki kifayət eləyir də bizə, elə deyil. Ona görə də gəlin bunları seçək. Formu buradan baxıram, ID-si to-do formdur. Ctrl-C eləyirəm, gəlirəm bura. Const deyirəm. Birbaşa form deyəcəm. İndi burada məsələn mən rahatlıqla birbaşa form deyərək müəyyən bir element seçə bilirəm. Niyə görə? Çünki mənim səhifəmdə bir dənə form var zaten. Və yaxud da ki burada inputu seçəcəm, birbaşa input adını verəcəm mən buna. Amma məsələn, səhifəmizdə birdən çox input olsa, təbii ki, onların adlarını da fərqləndirmə etməliyik biz. Məsələn, filter üçün input olsa, filter input yazmalıyıq. Burada bu inputa fərqli ad verməliyik. Və yaxud da ki, forumumuz çox olsa, təbii ki, o forumların adlandırmalarında biz dəyişikliklər etməliyik. Yəni fərqli yazmalıyıq ki, bir-birindən fərqlənsin. Amma hal-hazırda bir dənə forum var bizim səhifəmizdə, bir dənə də input var. Ona görə birbaşa forum və input adını verəcəm mən bunlara. Document üzərindən get element by ID ilə gəlin seçək. ID-sini zaten gətirmişik. Query selektorundan da seçə bilərsiniz. ID-sini yazdım bura. To-do form. Formu seçdik. Daha sonra gəlirik nəyi seçmək istəyirik biz? Bu formu seçdik, elə deyil. Bunun içərisindəki input lazımdır bizə. Inputun da ID-si var. Baxın, task name yazmışıq bura. Text task name yazmışıq. Const yazıram bura. Input yazıram birbaşa adına yenə bunun. Və bunu da document nöqtə query selektorda olar. Dediyim kimi get element by ID də olar. Mən hələ ki bundan istifadə edirəm. Bunu yazdıq bura. Input'u seçdik, formu seçdik. Daha sonra bizə nə lazımdır burada dedik. UL-i seçsək kifayət eləyəcək hal-hazırda. Gəlin bu UL-i də seçək buradan. Bunun da task listi ID-si. Ctrl-C eləyirəm buradan. Və gəlirəm bura const. Buna da istəyirsiniz task list yazaq bu formada. Task list yazaq. UL də deyə bilərsiniz. Zaten səhifədə yenə UL bir dənədir, amma task list deyirəm mən bu dəfə. Dokumenti yazaq bura. Üzərindən get element by ID-yə görə seçirik və ID-mizi yazırıq bura.
Belə, bu 3 elementi seçdik. İndi biz forma submit eventi yazmalıyıq, elə deyil. Onun üçün də gəlirəm bura, form yazıram. Buna add event listener metodu ilə event əlavə edəcəm. Eventimiz nə olacaq? Submit. Submit eventi. Bu event, yəni submit olunduğu zaman, form submit olunduğu zaman mən istəyirəm ki, add to do adında metodum işləsin. Aydındır? Baxın, ümumi bir ad verdim burada. Add to do. Yəni təbii ki, add to do yoxdur deyə burada baxın deyir təyin olmayıbdı. Bu errorun çıxması normaldır. Add to do-nu yazdıq bura, elə deyil. Yəni bu ümumi addır, fikir verin. Mən UI-ya da əlavə bir funksiya ilə əlavə edəcəm bu to do-ları. Local storage-də. Burada da 2 dənə funksiya yaranacaq. Amma add to do-nun içərisində fikir verin, sanki böyükdən kiçiyə doğru gəlirik. Ümumi ad verdik burada. Form submit olanda deyəcəm ki, add to do, yəni to do-nu əlavə et. Aşağıda isə komponentlərə böləcəm sanki onu. Bax, indi yazıram, funksiya yazıram, add to do-nu yazıram bura. Bu bizim bir metodumuz, elə deyil. Yeni də tutaq burada, bizə lazım olacaq. Hətta birbaşa prevent default yazaq. Ki, bunun normal davranışını əngəlləsin. Ctrl S edirəm. Baxın, submit olunduğu zaman artıq səhifəmiz yenilənmir. İndi mən burada 2 dənə də funksiya yazacağam aşağıda. Baxın, bir funksiyamız olacaq nə? Bir funksiyamız olacaq add to do UI. UI yazıram bu formada. Yəni UI-ya, ekrana da belə deyək, bu ekrana əlavə edəcəyik, aydındır. Bu da bir funksiyadır bizim üçün. Və bir dənə də bundan yazacağıq. Onu da hətta yazım burada qalsın. Təbii ki, növbət dərsdə yazacağıq da onu. Add to do storage olacaq. Storage olacaq. Aydındır. Bu isə local storage-ə əlavə edəcək. Aydındır. İndi biz bununla işləyəcəyik. Hal-hazırda bunun içərisini dolduracağıq. Baxın, indi bizə nə lazım olacaq burada? Add to do. Bu funksiya işə düşsün deyir, elə deyil. Bu funksiyanın işə düşməsi üçün ilk öncə biz bu inputun valuesunu almalıyıq da, etap-etap getmək lazımdır. Bizə nələr lazımdır, onları seçməliyik. Bu inputun valuesu lazımdır bizə. Onun üçün də gəlin, bu inputun valuesunu buradan alaq. Const yazıram. Const yazaq. Const yazaq, gəlin elə. Const yazıram. Input value. Bu adda aşağıda dəyişə bilər, ola bilsin. Let eləyə istəyirsiniz bunu. Ola bilsin dəyişdirdik, ona görə deyirəm. Baxın, yuxarıda input seçmişik. Bu input elə deyil. Baxın, bu inputdur da. Bu inputun valuesunu trimləyib alacağam. Yəni trim nədir? Sağda, solda olan boşluqları al deməkdir. Baxın, bu formada yazsaq, biz string metodlarından bilirik. Bu formada yazsaq, buradan bura qədər olan boşluğu alacaq. Və yaxud da ki, başında boşluq olsa buranı alacaq, aydındır. Amma burada nəsə yazılsa, buradakı boşluğu almayacaq trim. Aydındır. Onun üçün də gəlirəm, mən bura deyirəm. Inputun, baxın, bu inputdur artıq bu. Bu inputun valuesunu trim elə gətir mənə. İndi etap-etap gedirik də. Input value-nu hələ yazaq konsola görək düz seçmişik yoxsa yox. Ctrl S eləyirəm. Baxın, gəlirəm bura. Hello yazıram, enter vururam. Baxın, hello yazdı bizim üçün. Hətta bunu biraz böyüdək. Hello yazdı bizim üçün. Hello 1 yazıram. Baxın, hello 1-i yazdı bizim üçün. Aydındır. Deməli, inputun valuesunu düzgün formada seçmişik. Bu input value-nu seçdik, elə deyil. Ola bilər ki, input value boş gəlsin. Baxın, hətta bunu da yoxlayaq. Baxın, bu formada yazaq. Əlavə et vururam, boş gəlir. Trim o demək deyil ki, bunu da alacaq. Burada sadəcə boş gəldi. Biz bunun qarşısını almaq üçün, gəlirik bura, bir dənə if şərti yazıram mən. Mən deyirəm ki, bu input value əgər bərabər deyilsə, boşluğa, yəni boş string deyilsə, onda add to do UI metodunu çağır. Add to do UI metodunu çağır. Add to do UI. Burada UI seçməliyik. UI metodunu çağır. Amma bu add to do UI metodunu çağırmaq üçün də mən burada bir dənə to do-nu yaratmalıyam da. Elə deyil. Baxın, hətta bunu da create to do adında bir dənə deməli metodda yazıb bura əlavə etmək olar. Aydındır? Başqa bir metodda yazıb bura əlavə etmək olar. Əgər metodları daha çox bölmək istəyiriksə. Mən burada input value-nu aldım. Elə deyil. Input value-nu aldım. İndi buna uyğun bir dənə let yazıram bura. To do adında bir dəyişən təyin edirəm və bunu bu formada yazıram. Buna ID verəcəm mən. Baxın, bunun ID-si olacaq. Biz burada ID-ni unique təyin etməliyik. Unique o deməkdir ki, məsələn, gələcəkdə inşallah backend tərəfdə də işləsəz, database ilə falan işlədiyiniz zaman unique ID-lər olacaq. Yəni, hər hansı bir elementi seçmək istəyiriksə, o ID o deməkdir ki, yəni onun belə deyək də şəxsiyyət vəsiqəsidir hər hansı bir datanın. Aydındır?
İndi biz bunu burada özümüz təyin edirik, amma real databaza ilə işlədiyimiz zaman orada artıq biz elə eləyə bilirik ki, database onu avtomatik özü versin unique olaraq, aydındır? Bunu da random metodu ilə eləyə bilərik də biz. Gəlin buna bir ID verək. Mat floor-u çağırıram. Baxın, yuvarlaqlaşdırması üçün də istəmirəm kəsir bir şey olsun, aydındır? Floor-u çağırdım. Bunun içərisində mat sinifinin, obyektinin də deyə bilərsiniz. Random metodunu çağırdım və bunu vururam. Məsələn, örneğin bu formada. Belə bir şey. Daha çox elədim ki, sıfırları. Burada neçədən oldu? 100 min oldu da elə deyil. 100 min elədim ki, üst-üstə düşməsin. Onsuz çox to da əlavə etməyəcəyik. Onun üçün də bunun elə də çox önəmi yoxdur. Bu formada artıq bu yazılış nə deməkdir? Bura hər dəfə yeni bir random bir şey gələcəkdir, elə deyil. İndi bunu da göstərəcəm sizə. Daha sonra vergül yazıram. Obyekt içərisində vergül yazmaq lazımdır. İndi bunun da kontenti olsun. Baxın, content yazıram bura. Kontentimiz nə olsun? Bu input value olsun da. Elə deyil. Yəni bu to-do'nun kontenti, mətni bu input value olacaq. Biz buradan bura bir şey yazacağıq. Məsələn, to-do 1 yazacağıq. Bura əlavə olunacaq linin içərisinə. Budur da content budur. Biz bunun kontenti buraya yazacağıq. Aydındır? Onun üçün də bunun kontentinə də input value-nu verəcəyik. Input value-nu veririk. Ctrl S edirəm. Aydındır? İndi gəlirəm bura aşağıya. CLC deyirəm. Baxın. To-do'nu yazaq. Konsola yazaq hələ görək nə olur. Ctrl S edirəm. Baxın. Məsələn, to-do 1. Fikir verin. ID-si neçə oldu burada? 49514. Kontenti nə oldu? To-do 1. Və ya başqa bir şey. To-do 2 yaratdım məsələn. Fikir verin. ID-si neçə oldu? 23348. Yəni random seçilir də. ID-lər bizə lazımdır ki, eyni olmasın. Kontenti də to-do 2 oldu. Məsələn, təzədən enter vursam, bunun da kontenti to-do 2 ola bilər. Amma ID-si fərqli oldu. Yəni bununla bu ayrı-ayrı to-do'dur. Aydındır? Ola bilər kontentləri eyni olsun. Amma ID-lər ki fərqlidir. Biz ID-yə görə seçəcəyik bunları. Aydındır? Deməli biz to-do'nu artıq yaratmağı bacardıq. Aydındır? İndi nə edirik? İndi gəlin bunu, bu to-do'nu buradan konsolda artıq etap gedirik də. Fikir verin, konsola yazıram, göstərirəm, ondan sonra konsolu silirəm. To-do'nu yaratdıq da burada elə deyil. Bu to-do'nu verə bilərik də bura. Add to-do UI-ya. Bu metoda verə bilərik və bunu da parametr kimi burada qəbul edərik. Elə gəlin to-do kimi qəbul edək. Siz to-do kimi qəbul etməyə də bilərsiniz. Amma mən to-do kimi qəbul etdim elə burada. Buradan parametr, yəni bunu, baxın bu yazılışı verdim bunun içərisinə. Burada da to-do kimi qəbul etdim. Bura gələn nə olacaq artıq? Obyekt olacaq. Aydındır? Belə. Hələ ki bura qədər yazdıqlarımız bu qədərdir. İndi gəlirik bunun içərisinə, add to-do UI-nin içərisini doldurmağa. İndi bizə bir to-do gəldi. Yəni to-do gəldi nə deməkdir? Bir ID-si olan və bir kontenti olan obyekt gəldi bizə. Biz bu lini yaratmalıyıq burada. Fikir verin. Baxın bu li var ya, bunu yaratmalıyıq. Onun üçün də bunu Ctrl-C eləyirəm buradan. Comment sətirdən götürməyim. Ctrl-C eləyirəm. Gəlib bura yapışdırıram bunu. Ki gözümüzün qabağında olsun. Buradan baxıb yazaq da. Sonra bunu siləcəyik buradan. Bunu yapışdırdım bura. İndi bunu biz JavaScript-lə yaratmalıyıq. Bunu da yaratmağı siz bilirsiniz. Məsələn, birbaşa bunu backtick içərisində yazıb mən inner HTML formasında da verə bilərdim, amma onu etməyəcəm. Bunun digər formasını zaten sizinlə yaratmağı biz bilirik. Create elementlərlə daha sonra append child-la elementləri iç-içə qəbul etdirib iç-içə yazırıq. Bunu bilirik zaten. Mən bu formada yazacağam. Amma qeyd etdiyim kimi inner HTML-lə də yazmaq olar, amma onunla niyə yazırıq ki? Zaten yazdığımız forma var, onunla yazaq. Həm də təhlükəsiz forması da belə deyə bilərik. Başlayaq indi li-dən. Baxın, const yazıram, lini yaradıram, dokument içərisində create element seçəcəyik buradan, element seçdik. Nə yaratmaq istəyirsən bizdən soruşur. Mən li yaratmaq istəyirəm, elə deyil. Baxın, birinci bu lini yaratdım. Bu linin nəyi var görək? Klası var da, elə deyil. Fikir verin, klas var burada. Gəlirəm bura. Const deməyəcək artıq. Const'a ehtiyac olmayacaq. Linin class listinə deyəcəm. Burada niyə bu? Burada. Baxın, class listinə deyəcəm bunun. Daha doğrusu class name-inə deyəcəm. Class name-ini bərabər eləyəcəm. String içərisində yazıram. Baxın, buradan bunun klasslarını götürürəm. Bootstrap klasslarıdır da bunlar. Atıram bunun içərisinə. Bura atdım. Bunun başqa bir şey var? Yox. İndi burada belə bir şey əlavə edəcəyik. Siz HTML dərslərindən ümid edirəm ki, bunu bilirsiniz.
deməli HTML-də data ilə başlayan müəyyən atribut adları var. Məsələn, data ID, data key bu formada bir şeylər atribut yarada bilirik biz və bunu JavaScript tərəfində istifadə edə bilirik. Mən burada bundan istifadə edəcəm. Yəni necə? Liyə deyəcəm ki, sənə bir atribut yaradırıq, set eləyirik. Set atributla bir atribut set eləyəcəyik sənə. Bunun adı olacaq data ID. Data ID. Və bunun value'su isə, baxın value-nu istəyir burada. Value'su isə olacaq to-do'nun ID-si. To-do'nun içərisində ID gəlir deyə bizə. Baxın bu unique ID gəlir, buradan seçilir. Bu ID-ni verirəm mən buna atribut olaraq. İndi konsola yazanda lini göstərəcəm onu sizə. Bu bizə lazım olacaq. Harda? İndi onu da izah edəcəm sizə. Daha sonra baxın lini yaratdıq da elə deyil. Li yarandı. İndi spanı yaradaq burada. Const span yaradırıq. Bu adları, dəyişən adlarını fərqli adda verə bilərsiniz də. Ümid edirəm ki, bunu bilirsiniz artıq. Dokument içərisindən seçirik. Create element. Nə yaradacağıq? Span. Spanı yaratdıq. Daha sonra bu span içərisində nə var görək. Bunun da klası var. Fikir verin. Baxın klası var burada. To do nədir bu? Text adında. Ctrl-C eləyirəm bunu. Gəlirəm. Spana deyirəm ki, sənin class name'in olsun. Class name-lə verəcəm. Class list-lə də əlavə edə bilərsiniz fərqli formada. String olaraq verirəm bura. Bunu yazdım. İndi bu spanın fikir verin. Burada to do testi də bunun text contenti. Elə deyil bəlkə. Yəni əlavə olunan nəsə əlavə olunanda bu spanın içərisinə yerləşir. Onda mən spanın text contentin bu content eləyə bilərəm də. Inputdan gələn value eləyə bilərəm. Elə deyil bəlkə. Yəni buradan gələn məsələn inputdan to do 1 yazdıq. Bu gəlib bu spanın text contentinə yerləşsin. Yəni bura. Aydındır? Onun üçün də mən deyəcəm ki, spanın text contentinə mənimsət to do içərisində gələn nəyə? Contentə. Burada to do gəlir də bizə. Baxın buradan gəlir. Burada verdiyi parametr kimi bu to do'nu nə yarandısa burada yarandı elə deyil. Bu to do'nu parametr kimi verdiyi add to do UI-ya o gəldi bura. Burada tutduq onu və burada da gətirdik to do'nun contentini yerləşdirdik spanın text contentinə. Aydındır? Artıq burada fikir verin to do test yazdım. İndi biz nə yazsaq inputdan o gəlib yerləşəcək bura. Belə. İndi sonra bir dənə də div yaradırıq. Baxın div yaratmışıq burada. Const yazıram. Div yaradırıq. Buna mənimsədirik dokument içərisində. Create element div yaradacağıq. Div yaradırıq. Bu divin hər hansı bir atributu falan var? Yox, yoxdur. Fikir verirsiniz. Ona görə birbaşa keçirəm aşağı. İləri artıq ikonları, ikonları yaratmağa. İndi burada da fikir verin. Artıq burada elə dəyişənin, daha doğrusu elementin tag name-in adını verdik bura. Burada amma 2 dənə id fərqli-fərqlidir. Ona görə də buna biz update i və yaxud da ki edit icon da deyə bilərik. Bu formada adlar verə bilərik. Gəlin bura yazaq. Const yazıram. Edit icon yazıram bura. Buna mənimsədəcəyik. Dokument içərisindən nə yaradacağıq? Create element yazırıq yenə. Create element. Nə yaradacağıq? I yaradacağıq da elə deyil. İni yaratdıq. Bunun nəyi var görək? Fikir verin. Klası var da elə deyil. Bu klası buradan Ctrl-C eləyirəm. Class name olaraq verəcəm mən buna elə. Gəlirəm bura. Edit icon'ın class name'i mənimsədir buna. Ctrl-V eləyirəm bura. Bunu da yazdıq elə deyil. Sonra bunu Ctrl-C eləyirəm elə buradan. Siz Ctrl-C etməyin. Əlinizlə yazın. Edit iconu da elə deyil bu. İndi bu icon nə üçündür? Remove üçün deyil, delete üçün deyil, yəni silmək üçün deyil. Mən də buna yazıram bura. Edit idi bu. Remove yazıram. Remove ya da delete də yaza bilərsiniz. Remove yazdıq. Təbii ki, bunu da buradan Ctrl-C edirik, burada əlavə edirik. Və bunun klassını da təbii ki, dəyişdirməliyik də, elə deyil. Bunun klası nə idisə, Ctrl-C edirik, bura gətirməliyik. Ctrl-V eləyirəm bura. Ctrl-S elədim. Elementlərimizi yaratdıq, elə deyil. İndi bunlar hansı formada iç-içə yerləşib, fikir verək. Bu div içərisinə 2 dənə icon alıb, elə deyil. Sonra li isə bu divlə spanı öz içərisinə alıb. Mən append child ilə yazacağam. Siz digər metodlarla da yaza bilərsiniz. İlk öncə nə edəcəm? Baxın, divə deyəcəm ki, sən bu iconları öz içərisində qəbul et. Baxın, div yazıram. Append child eləsin. Nəyi? Nəyi append child eləsin? İlk öncə edit iconu, elə deyil. Edit iconu append child elə. Sonra divə deyirəm ki, sən təzədən append child elə. Nəyə append child elə? Remove iconu. Remove iconu append child elə. Artıq bu quruluşu qurduq. Baxın, fikir verin, bu quruluşu qurduq. İndi liyə deyəcəm. İlk öncə spanı öz içərisinə daxil et, sonra da divi. Aydındır? İndi gəlirəm bura.
Liyə deyirəm ki, sən append child elə. İlk öncə nəyi? Spanı. Baxın, burada yaratdığımız spanı qəbul etdi. Daha sonra liyə deyəcəm ki, sən nə et? Append child et. Nəyi? Divi. Sonra da aşağı gəlirəm. CLC deyirəm, hələ UL-in içərisinə əlavə etmirəm. Baxın, CLC deyib lini yazaq. İstəyirsiniz, gəlin UL-in də içərisinə birbaşa əlavə edək. UL-i nətər seçmişik biz burada? Yuxarı baxanda task list olaraq, elə deyil. Baxın, bu UL-dən söhbət gedir. Bu UL-i. ID-si task list elə deyil. Mən də burada bu formada seçdim də bunu. Gəlirəm aşağıya indi bura. Deyirəm ki, task list. Sən də append child elə. Append child. Child elə nəyi? Lini. Elə deyil. İndi gəlin burada da belə bir şey eləyək. CLC deyib, bu lini də konsola da yazaq. Kontrol S edirəm. Gəlin yoxlayaq, görək nə olacaq. Baxın, yazıram bura. To-do 1. Enteri vurdum. Fikir verin. Burada əlavə olundu. UL-in içərisinə qəbul etdim axı burada fikir verin. Dedim task list, sən də append child elə lini. Və konsola da yazıldı. Görək düzdür. Quruluşumuz düzdür. Fikir verin. Li yazılıb burada. Baxın, data ID fikir verin. Bura fikir verin bir dənə. Data ID. Baxın, bu bizə lazım olacaq. Aydındır. Bu update olunmasında falan daha sonra remove-da da ola bilsin. Yəni lazım olacaq bizə. Ona görə mən bura yazdım bunu. Bunun istifadəsində HTML-dən də bilmirsinizsə, yəni bu formada bilin ki, data ilə başlayır. JavaScript-də daha rahat seçmək üçün də belə deyə bilərik tagları. Data ilə başlayır. ID yazırsınız, nə şey yazırsınız, nə lazımdırsa da indi mən ID olaraq seçirəm. ID-ni vermişəm bura. Daha sonra burada span var. Spanın text contenti oldu, fikir verin. Value, input'un value'su iconlar yarandı burada. Aydındır? Bu formada yarandı. Deməli, düz yaratdıq da biz bunu, elə deyil. İndi gəlirəm bura. Burada istəyirəm ki, bu artıq təmizlənsin də. Burada əlavə etdik. Bu boş formada olsun. Yəni, input value boş formada olsun. Onu da hardan eləyə bilərik? Baxın. Mən gəlirəm bura. Buradan da eləyə bilərəm. Baxın, buradan da eləmək olar. İndi gəlin, sizcə hardan eləyək? Baxaq birinci ona, ondan sonra. Onu buradan eləsək daha yaxşıdır. Baxın, buradan eləsək daha yaxşıdır. Bu add to the UI yazmışam, elə deyil bura. Artıq bu elementi silə bilərik də buradan. Biz bunu yaratdıq onsuz, elə deyil. İndi burada storage-ə də əlavə eləyəcəyik zaten burada. Bunları əlavə etdikdən sonra mən gəlib deyirəm ki, bu inputun valuesunu boş string elə. Baxın, bunu deyirəm. Aydındır? If-in içərisində yazdım. Yəni burada bu əlavə olunandan sonra baxın, mən burada submit etdiyim zaman bu funksiya işə düşəcək, elə deyil. Burada input value-nu tutduq biz. Daha sonra deyirəm input value boş deyilsə əgər, boş string deyilsə əgər, gəl burada bir dənə to-do yarad, ona unique ID yarad burada. Daha sonra content-in yarad, input value-nu ver bura. Ondan aşağıda da gəl add to the UI metodunu çağır. Bu metod çağırılanda gələcək bura, bu metoda. Bu kodlar işlənəcək. Fikir verin. Task listə append child eləyəcəyik lini. Sonra qayıdacaq funksiya çağırıldığı yerə, elə deyil. Buradan davam eləyəcək. Gələcək burada da görəcək ki, input value-nu boş string elə yazmışıq, elə deyil. Input value-nu boş string eləyəcək. Aydındır? İndi biz bunu burada da yaza bilərik. Bunun içərisində də birbaşa yaza bilərsiniz. Amma zaten biz burada deməli add to do deməli storage-i onsuz çağıracağıq da burada. Elə deyil. Elə ümumi yazırıqsa bu ikisi həll olandan sonra input value-nu boş string eləyək də biz. Aydındır? Ona görə burada yazdım. İndi gəlin ona da baxaq, refresh eləyirəm. Baxın. To do 1 yazıram. Enter vurdum, heç bir şey olmadı. Nə gözəl. Baxaq görək niyə olmadı. Input'un value'sun boş string elədik. Niyə olmadı görək? Baxaq bir dənə buna. To do 1. Hə, indi oldu. Yaddaşa verməmişdim. Baxın, to do 1. Bu formada input'un value'su da boş string oldu. Məsələn, to do 2 yazsaq əlavə olunur aşağıya. To do 3 yazsaq fikir verin, burada əlavə olunur artıq sırayla. Aydındır? Və burada da lilərimiz yaranır. Artıq bu konsolu da silə bilərik biz buradan. Ehtiyacımız yoxdur buna. Burada son olaraq bu input value əgər boş olsa gəlin hələ ki alert çıxardaq. İndi mesaj yazmağı sizə göstərəcəm, mesaj çıxarmağı göstərəcəm. Hələ ki alert çıxardaq. Deyək ki boş dəyər daxil etmisiniz. Məsələn belə bir bildiriş yazaq. İndi bu tekstləri düzəliş verəcəyik tekstlərə. Məsələn gəlirəm bura, fikir verin. Burada boş olaraq klik etdiyim zaman deyir ki, boş dəyər daxil etmisiniz. İcazə vermir mənə bir şey əlavə etməyə. Aydındır? Yəni bu if-in içərisinə girmir də. Bu if-in içərisinə girmir, gəlir buraya else düşür. Aydındır? Amma hər hansı bir şey yazdığımız zaman to-do məsələn 1 yazıram, gəlir buraya əlavə olunur. To-do 2 yazsam əlavə olunacaq bura. Belə, biz burada deməli nə etdik? UI-ya to-do əlavə etdik. Buna create də deyə bilərsiniz, hər hansı bir to-do-nu yaratmaq da deyə bilərsiniz. Fikir verin, bu bizim yazdığımız bir şeydir.
kənar bir şey, əlavə bir şey deyil. Biz bunun daha çətinini yazmışıq sizinlə praktika dərslərində. Burada nə edirik? Deməli, element yaradırıq biz. Və burada da to-do-nu gətirdik. Baxın, önəmli olan hissə buradır burada. Biz burada bir dənə to-do yaratdıq obyekt formasında. Ona ID verdik unique formada. Content verdik input value-nu aldıq. Inputun valuesunu aldıq. Burada dəyişəndə tutduq və bu dəyişəni gətirdik contentə mənimsətdik. Contentin dəyəri artıq inputun valuesu olacaq da həmin an üçün. Və həmin bu to-do-nu da add to do UI-ya parametr olaraq verdik. Parametri də gəldik burada elə to do adı ilə tutduq. To do adı ilə tutmayıb başqa bir adla da tuta bilərik burada. Funksiya dərslərindən bilirik. Onda artıq buradakı bu adla bu ad eyni olmalıdır. Bu adla bu ad eyni olmalıdır. Bu formada və burada da elementimizi yaratdıq. URL-in içərisinə lini daxil etmiş olduq. Mən inanıram ki, burada çətin bir şey olmayacaq sizin üçün. Bu dərsimiz bu qədər. Deməli, bu dərsimizdə UI-ya element əlavə etmiş olduq. Növbəti dərsimizdə isə artıq lokal storage-a element əlavə edəcəyik. Növbəti dərsdə görüşək.